Hər birinizə salam. Gəlin bugün birlikdə çox maraqlı bir missiyaya çıxaq. Məqsədimiz təhlükəsizlik testlərinin ən, bəlkə də vacib ilk addımını anlamaq, məlumat toplama. Rəqəmsal dünyada məlumat həqiqətən də hər şey deməkdir. Düşünün, bir sistemi test etmək və ya ona hücum etmək istəyirsünüzsə, əlinizdəki ən güclü silah nədir? Məlumat. Çox sadə bir məntiqi var. Görə bilmədiyin hədəfi vura bilməzsən. Baxın, bu prosesə kəşfiyyat deyilir. Məqsəd, hədəf sistem, şəbəkə ya da təşkilat haqqında mümkün olan hər şeyi öyrənməkdir. Təsəvvür edin ki, bir qalaya hücum etməzdən əvvəl onun bütün planlarını, gizli keçidlərini, zəif divarlarını öyrənirsiniz. Və ən maraqlısı odur ki, çox vaxt bütün bunlar hədəfə bir dənə də olsun toxunmadan edilir. Yaxşı, bugünkü missiyamızın planı ilə tanış olaq. Əvvəlcə məlumatın niyə əsas silah olduğunu anlamağa çalışacağıq. Sonra iki fərqli yanaşmanı təmsil edən casus və əskərlə tanış olacağıq. Daha sonra rəqəmsal döyüş meydanının xəritəsini necə hazırladığımıza baxıb, sonda bütün bunları birləşdirərək kiçik bir missiyanı icra edəcəyik. Elə isə başlayaq. Birinci hissə. Məlumat niyə ilk silahdır? Təhlükəsizlik testlərində bir qızıl qayda var. Əgər məlumatın azdırsa, nəticələrində yarımçıq olacaq. Buna görə də bu mərhələdə hər bir məlumat qırıntısı nə qədər əhəmiyyətsiz görünsə də toplanır və kənara qoyulur. Prinsip belədir, əvvəlcə hər şeyi yığ, bu lazımdırmı sualını isə sonra düşün. Çünki bugün adi bir detal kimi görünən şey sabah bütün qapıları açan bir açar ola bilər. Yaxşı, indi gəlin səhnəyə ilk əməliyyatçımızı dəvət edək. O, kölgələrdə işləyir və biz ona casus deyirik. Onun ixtisaslaşdığı sahə isə passiv kəşfiyyatdır. Baxın, bu iki yanaşma arasında əslində gecə ilə gündüz qədər fərq var. Casus, yəni passiv kəşfiyyat, heç bir iz buraxmır. O sadəcə internetdəki ictimai məlumatları, yəni hamının görə biləcəyi şeyləri toplayır, hədəflə birbaşa təmas qurmur. Əskər, yəni aktiv kəşfiyyat isə tam əksinə, hədəflə birbaşa təmasa girir. Qapısını döyür, pəncərədən baxır. Təbii ki, bu aşkarlanma riski daşıyır, amma daha dərin məlumatlar verə bilir. Casusun alətlərindən biri, məsələn, Wayback Machine'dir. Bu sanki bir zaman maşınıdır. Bir veb-saytın aylar, hətta illər əvvəl necə göründüyünə baxa bilərsiniz. Bu nə üçün lazımdır? Çünki şirkətlər bəzən köhnə məlumatları silirlər, amma unudurlar ki, internet heç nəyi unutmur. Beləcə, onların sildiyini zənn etdiyi məlumatlar asanlıqla üzə çıxa bilir. Və ya baxın bu Netcraft hesabatına. İlk baxışdan texniki məlumat yığını kimi görünə bilər, amma əslində bu bir xəzinədir. Serverin bütün keçmişini, hansı əməliyyat sistemlərindən istifadə etdiyini göstərir. Məsələn, burada görürük ki, server bir vaxtlar FreeBSD istifadə edib, sonra Linux'a keçib. Bu kiçik detal niyə vacibdir? Çünki FreeBSD-nin o dövrə aid unudulmuş bir zəifliyi hələ də istifadəyə yararlı ola bilər. Gördüyünüz kimi, tarixçə çox şey deyir. Amma kəşfiyyat təkcə serverlər və proqram təminatları ilə məhdudlaşmır, yox. Əsas hədəflərdən biri də insanlardır. People kimi axtarış sistemləri bir insanın bütün rəqəmsal izlərini bir yerə toplayır. Sosial media profilləri, işlədiyi yerlər, yazdığı məqalələr, e-poçt ünvanları, bütün bunlar bir insanın rəqəmsal portretini yaratmağa kömək edir. Casusun çantasında başqa nələr var? Məsələn, köhnə e-post arxivlərini eşələyib, sızdırılmış parolları axtarmaq və ya Google Hacking deyilən xüsusi axtarış texnikaları ilə normalda gizli qalmalı olan sənədləri tapmaq. Hətta şirkətin saytından yüklədiyiniz adi bir PDF və ya Word faylın içindəki metadata benə istifadəçi adları, kompüter adları kimi dəyərli məlumatlar verə bilər. Yaxşı, casusun səssiz dünyasından çıxıb, indi də birbaşa hərəkətə keçən ikinci operativ işçimizə, əskərə baxaq. Onun metodu aktiv kəşfiyyatdır, yəni biraz daha səs-küylü. Dediyimiz kimi, casusdan fərqli olaraq, əskər hədəf sistemlə birbaşa əlaqəyə girir. Bu nə deməkdir? Hədəfin şəbəkəsinə paketlər göndərir, sanki qapıları döyüb kimin evdə olduğunu yoxlayır. Hansı portlar açıqdır, hansı xidmətlər işləyir, bu sualların cavabını axtarır. Əskərin ən çox istifadə etdiyi alətlərdən biri də DNS sorğularıdır. Baxın bu cədvələ, hər bir qeyd növü A, MX, NS fərqli bir məlumat verir. Məsələn, MX qeydini sorğuluyursan və şirkətin poçt serverinin harada olduğunu öyrənirsən. NS qeydini sorğuluyursan, onların ad serverlərini tapırsan. Hər bir uğurlu sorğu rəqəmsal xəritədə yeni bir obyektin yerini işarələmək kimidir.
Və bu çox vacib bir məqamdır. Kəşfiyyatda bəzən yox cavabı da bir məlumatdır. Məsələn, burada zona transferi adlanan bir sorğu göndərilir. Bu sorğu əslində DNS serverindən bütün xəritəni istəmək kimidir və server cavab verir, rədd edildi. Uğursuzluq kimi görünür, elə deyilmi? Amma əslində bu bizə serverin bu cür sorğulara qarşı qorunduğunu, yəni təhlükəsizlik tədbirlərinin görüldüyünü deyir. Biz artıq hədəfin müdafiəsinin bir hissəsini öyrənmiş olduq. Yaxşı, həm casus səssizcə topladı, həm də əskər qapıları döyüb məlumat əldə etdi. İndi əlimizdə bir yığın pərakəndə məlumat var. Bəs sonra? Sonrası bütün bu parçaları birləşdirib böyük şəkli, yəni döyüş meydanının xəritəsini qurmaqdır. Hər bir məlumat parçası, tapdığımız bir e-poçt ünvanı, bir serverin IP-si, köhnə bir proqram versiyası, sanki bir puzzle-ın ayrı-ayrı hissələridir. Tək-tək heç bir mənası olmaya bilər. Amma onları düzgün şəkildə birləşdirdikdə, tam mənzərə, bütün kəşfiyyat şəkli ortaya çıxır. Və bax, budur o an. Bu, ilk baxışdan qarışıq görünən qrafik əslində bütün o puzzle parçalarının birləşmiş halıdır. Maltego kimi alətlər bizim üçün bütün ağır işi görür. Məlumatları ona verirsiniz, o isə insanlar, serverlər, veb-saytlar və e-poçtlar arasındakı bütün gizli əlaqələri bir anda gözümüzün önünə sərir. Artıq əlimizdə sadəcə bir siyahı yox, hədəfin bütün rəqəmsal infrastrukturunun canlı, əlaqəli bir xəritəsi var. Xəritəmiz hazırdısa, deməli, missiyanı icra etməyin vaxtıdır. Gəlin indi bütün bu toplanmış kəşfiyyat məlumatlarının real bir ssenaridə necə işə yaradığına baxaq. Baxın, proses necə işləyir. 1. Kəşfiyyat sayəsində sistemləri tapırıq. 2. O sistemlərdən məlum zəiflikləri axtarırıq. 3. Bir zəiflik tapıb içəri sızdıqdan sonra istifadəçi hesablarının parollarını, daha doğrusu hashlərini ələ keçiririk. 4. Həmin parolları şəbəkədəki digər sistemlərdə yoxlayırıq. Və 5. Ələ keçirdiyimiz hər yeni sistemdən daha çox məlumat toplayaraq şəbəkənin dərinliklərinə doğru irəliləyirik. Bütün proses bir zəncir kimidir və ilk halqası həmişə kəşfiyyatdır. Deməli, yekun olaraq nə deyə bilərik? Hər bir uğurlu təhlükəsizlik testi, hər bir uğurlu sızma əməliyyatı möhkəm bir təməl üzərində qurulur. Və o təməl hər tərəfli, səbirli və diqqətli məlumat toplama prosesidir. Texniki hücum mərhələsi sadəcə icebergin görünən tərəfidir. Və bu da bizi son bir suala gətirir. Unutmayın, bu texnologiyalar hər kəs üçün əlçatandır. Sizin məlumatlarınız da internetdədir. Bəs bir sual verim. Sizin rəqəmsəl döyüş meydanınızın xəritəsini indi kim çəkir? Və o xəritədə nələr görünərdi?